Salam hörmətli abituriyentlər, Mart soyqırımı haqqında danışırıq. Soyqırım ərəfəsində vəziyyət necə idi? 1917-ci ildə Əliağa Şıxlinski müsəlmanları erməni qırğınlarından qorumaq üçün Tatar Süvari alayı hərbiçilərindən ibarət bir müsəlman korpusu yaratmışdı. Qafqaz cəbhəsindən qayıdan Rus hərbiçiləri müsəlman kəndlərində soyğunçuluqla məşğul olduğu üçün Qafqaz komissarlığı qərar qəbul eləmişdi ki, bu adamlar tərk silah olunmalıdır. Yəni başıboş əsgərlərdir, hara gəldi saldırır, hücum falan, soyğunçuluq. Yəni bunları silahları əllərindən alınmalıdır. Təbii ki, onlar da müqavimət göstərdiyi üçün hər iki tərəfdən, yəni Azərbaycan tərəfindən də, Rus hərbiçilərindən də yaralananlar olur. Buna biz deyirik Şəmkir hadisələri 1918-ci ilin yanvarı. Lakin biz nəhayətində Rusları tərk silah eləyirik. Birinci Dünya müharibəsindən Rusiyanın çıxması ilə 1918-ci il 3 mart Brest-Litovsk müqaviləsi cəbhədən qayıdan erməni silahlıları Leninin tapşırığı ilə Bakıya istiqamətlənirlər. Saqqallı falan ermənicə danışan belə ara deyə gəlirlər Bakıya. Təqribən 20 minlik bir qoşun düzəldir. Bakı Soveti onlardan. Yəni Bakı Sovetinin əmrinə verilir. Bakıda Bakı Soveti var. Bilirsiniz ki, o hakimiyyəti ələ alıb artıq və öz hərbi qüvvələrini genişləndirir, gücləndirir. Nəyin hesabına? Müharibədən qayıdan Rus ordusunda döyüşmüş erməni hərbiçilərin hesabına. Və Bakı Sovetinin tapşırığı ilə birinci Xəlil Talışinski, Azərbaycanlı general və onun rəhbərlik etdiyi zabitlər qrupu tərk silah edilir, Talışinski həbs olunur. Azərbaycanlılar buna etiraz edirlər. Nəyə görə? Nə üçün? Azərbaycanlılara qarşı bu münasibət nədir? 1918-ci ilin martın 27-sində Azərbaycan hərbiçilərini daşıyan Evelina gəmisi tərk silah edilir. Yəni Azərbaycanlıların silahlarını alırlar əllərindən. Və bu müsəlmanların kəskin etirazına səbəb olur. Cəmaət etiraz edirlər. Və Bakı Soveti isə güya bu etirazları yatırmaq istəyir, güya şəhərdə asayişi təmin etmək adı ilə qırğınlara başlayır bizim xalqımıza, silahsız insanlara qarşı. 1918-ci ilin 30 martından qırğınlar başlayır. Rusiyadan 2 təyyarə gətirmişdilər, bombardman edirdi şəhəri havadan. Təsəvvür eləyin, əhalinin silahı yoxdur. Yəni boş silahsız adamlar, sivil insanlardır da. Onların üstünə təyyarə gətirirsən, bombardmançı təyyarə. Martın 31-də müsəlmanlar müqaviməti dayandırdı. Heç bir gün keçməmişdi ki, biz müqavimət göstərmirik. Amma onlar qırğınlara davam elədilər. Kaspi Açıq Söz qəzetlərinin redaksiyası, İsmailiyyə binası, Təzəpir məscidi, Şah məscidi dağıdıldı. Bakı quberniyasında 50 min insan qətlə yetirildi. Lənkəran, Səlyanda, Kürdəmir, Göyçayda, Naxçıvan, Şərur, Üçmədzin, Zəngəzurda etnik təmizləmə aparıldı. Zəngəzurda 115 müsəlman kəndi dağıdıldı. 10 mindən çox insan qətlə yetirildi. İrəvanda etnik təmizləmə həyata keçirildi. Bununla da yetinmədilər, işğal rejimi yaratdılar İrəvanda. Bu qırğınlar isə Bakı Soveti ilə Ermənilərin Daşnaküstün partiyasının işbirliyi ilə həyata keçirilirdi. Bakı Soveti güya Sovetlərindir, amma başında bir erməni idi, Stepan Şamyan. Daşnaküstün partiyası da erməni partiyası idi. Yəni biri bariz, təmiz erməni kimi bu işi görürdü, biri də Rus qılığına girmiş bir erməni idi ki, Stepan Şamyan bu qırğınları törətdi. Bakı Sovetinin tədbirləri nə idi? Yerlərdə Sovet hakimiyyəti yaradıldı bundan sonra. Milli şuraların fəaliyyəti dayandırıldı, ermənilər istisna olmaqla. Bolşevik və erməni mətbuatından başqa bütün qəzet və jurnallara bağlandı. Bakı şəhər duması buraxıldı 18-ci ilin aprelində və şəhərin idarə edilməsi tamamilə Bakı Sovetinin ixtiyarına keçdi, şəhər təsərrüfatına. Qafqaz Seymi əks-inqilabi qurum elan edildi. İndi bu Seym nədir, komissarlıq nədir? Bunlara biz toxunacağıq. Bakı Soveti adını dəyişərək Bakı Xalq Komissarları Soveti adlandı. Bu yalnız adını dəyişir. Yəni başqa bir şey dəyişmir. Eyni adamlardır, yenə Şamyandır. Bakı Sovetini eləyirlər Bakı Xalq Komissarları Soveti. Və Bakı Xalq Komissarları Soveti Xalq Milisi, İnqilabi Tribunal, Xalq Məhkəməsi yaradır. Moskvanın göstərişi ilə neft sənayesini milliləşdirir. Yəni neftimizi çıxarıb Rusiyaya göndərir. Bəs nəticəsi nə oldu bu qırğınların, bu hadisələrin? Soyqırımdan sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Çünki əhali artıq, yəni sivil əhali məcbur oldu ki, Sovet hakimiyyətini tanısın bu qırğından sonra. Buna baxmayaraq Azərbaycanlıların muxtariyyətə inamı sarsıldı, amma müstəqillik meylləri gücləndi. Biz deyirdik, bizə muxtariyyət verin, bizi başladılar qırmağa və biz də dedik ki, muxtariyyət istəmirik, müstəqillik istəyirik. Aydındır?
Və gəlirik Cənubi Qafqaz Komitəsi nə idi, komissarlıq nə idi, Seym nə idi? Deməli, Cənubi Qafqaz Komitəsi haqqında biz danışdıq ki, bu müvəqqəti hökumət tərəfindən yaradılmışdı 1917-ci ildə. Tiflisdə fəaliyyət göstərirdi. Tərkibindəkilər kimlər idi? 4-cü Dövlət Dumasının Cənubi Qafqazdan olan nümayəndələri. 4-cü Dövlət Dumasından bir nəfər Azərbaycanlı vardı, Məmməd Yusif Cəfərov. 1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirirlər. Komitə bildirir ki, biz bolşevik hakimiyyətini tanımırıq. Etiraz əlaməti olaraq öz fəaliyyətini dayandırır. Həmin siyasi qüvvələr Tiflisdə müşavirə keçirirlər və Cənubi Qafqaz Komissarlığının yaradılması haqqında qərar qəbul edirlər. Həmin vaxt Bakı və ətraf əraziləri Bakı Sovetinin, qalan Azərbaycan əraziləri isə komissarlığın nəzarətində idi. İndi bu komissarlıq necə yarandı? 1917-ci ildə bolşeviklərin hakimiyyətini qəbul eləməyən Qafqaz siyasiləri, yəni Cənubi Qafqaz Komitəsi, öz müvəqqəti hökumətlərini, yəni Cənubi Qafqaz Komissarlığını yaratdılar. Söhbət burada Azərbaycanlı, erməni və gürcüdən gedir. Üçümüz birləşdik, Qafqaz Komissarlığını yaratdıq. Bu yerli özünü idarə etmə orqanı idi. Sosial-iqtisadi hərbi vəziyyətin nizamlanmasına çalışırdı. Tərkibi bölgədə yaşayan millətlərin sayına qeyri-mütənasib şəkildə qurulmuşdu. Yəni, komissarlığın tərkibində ermənilər və gürcülər daha çox idi, Azərbaycanlılar az idi. Amma halbuki Azərbaycanlıların əhalisi onlardan çox idi. Lakin milli siyasi qüvvələr arasında daxili və xarici siyasətin bir sıra məsələləri ilə bağlı fikir ayrılıqları var idi. Erməninin dediyi ilə biz razılaşmırdıq, gürcünün dediyi ilə erməni razılaşmırdı, bizim dediyimizdən erməni və ya gürcü razılaşmırdı, fikir ayrılıqları var idi. Bu da bizim, yəni komissarlığın, Qafqaz komissarlığının fəaliyyətinə mane olurdu. Komissarlıq bölgədə vəziyyəti sabitləşdirmək üçün dedi ki, Osmanlı dövləti ilə bir barışıq imzalayaq. 1917-ci ilin dekabrında Ərzincan barışığı imzalanır. Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayandırılır. Qafqazıq da biz, yəni Qafqazda hərbi əməliyyatları biz dayandıra bilərik. Cəbhə xəttindəki Rus ordusu çıxarılmağa başlanılır. Rus ordusunun tərk silah edilməsi çıxarılmasına başlanılır. Milli zəmində ordular yaradılır. Ermənilər, gürcülər öz hərbi dəstələrini yaradırlar, amma biz bunu eləyə bilmirik. Çünki onların silah-sursatla bağlı problemləri yox idi, amma bizdə var idi. Bizdə bu problem hələ də qalmaqda idi. Bəs komissarlıq necə olur dağılır? Deməli, 1917-ci ildə Rusiyada Müəssislər Məclisi keçirilmişdi və Müəssislər Məclisində bolşeviklər az səs toplamışdılar. Ona görə də Lenin məclisi dağıdır. Lenin məclisi dağıdır. Qafqazı təmsil edən deputatlar geri qayıdır Qafqaza, öz ölkələrinə. Və deyirlər ki, bizə lazım deyil Rusiyanın parlamenti. Biz öz seymimizi, öz parlamentimizi yaradırıq. 1918-ci ilin fevralında Qafqaz Seymi yaradılır. Seym Sovet Rusiyasını tanımır, demokratik Rusiyanın qurulacağına ümid eləyirdi. Fəaliyyətə başlayandan sonra öz hökumətini də yaradır. 3 əsas fraksiya var idi. Burada da menşeviklər, Müsəlman Müsavat və Daşnaq. 1918-ci ildə 1-ci Dünya müharibəsindən Rusiya çıxır və Osmanlı ilə də razılıq əldə olunur ki, Qars, Ərdahan, Batum Osmanlı dövlətinə qaytarılmalı idi. Qars, Ərdahan, Batum da bu Qafqaz deməli Seymi deyir ki, xeyrula, Qars, Ərdahan, Batum bizim ərazimizdir. Rusiya xeyrula bizdən icazəsiz bunu Osmanlıya güzəştə gedir ki, bura Rusiya ərazisi deyil. Cənubi Qafqaz Seymi buna etiraz edir. Trabzon konfransı keçirilir Seymlə Osmanlı arasında. Osmanlı 2 əsas şərt qoyur Seymin qarşısına. Deyir, qardaş, deyirsiniz ki, Rusiya Qars, Ərdahan, Batumu Osmanlıya qaytarır, amma bu Qafqaz Seyminin nəzarətində olan ərazidir. Seym deyə bir müstəqil dövlət var, bir qurum varsa, deyin. Rusiya tərkibində sayılırsınız siz. Gedin, Seym Rusiyadan ayrılıb öz müstəqilliyini elan eləsin. İkinci şərt odur ki, Qars, Ərdahan, Batumu iddialarınızdan əl çəkin. Seym də razılaşmır, Osmanlıya müharibə elan edir, 8 günlük müharibə olur. Biz Azərbaycan fraksiyası həmin müharibənin əleyhinə olur, biz Osmanlıya qarşı döyüşmürük. Erməni və gürcü fraksiyaları öz dəstələri ilə Osmanlıya qarşı döyüşür. Təbii ki, məğlub olurlar, Osmanlının şərtlərini qəbul edirlər. Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradıldığını elan edirlər. Yəni, bir də baxsaq, Cənubi Qafqaz Komitəsini milli hökumət yaratmışdı. Cənubi Qafqaz Komissarlığını Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Qafqazlılar özləri yaratdılar.
Cənubi Qafqaz Seymini isə Rusiyada Lenin məclisi dağıdandan sonra oradakı deputatlar geri qayıtdılar və öz seymlərini, öz parlamentlərini yaratdılar. Və öz hökumətlərini də sonra yaradırlar və Osmanlı ilə müharibədən sonra özləri müstəqil də elan edirlər. Lakin sonra Gürcüstan Seymdən ayrılıb özünü tam müstəqil elan eləyəcək, ardıcan Ermənistan, sonra da biz AXC-ni elan edəcəyik. Belə, dəyərli yoldaşlar, ümid edirəm ki, mövzu sizə aydın oldu. İnşallah növbəti mövzularda görüşmək ümidi ilə hələlik.